Prezident İlham Əliyev keçən il dekabrın 23-də imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlanıb prezidentə təqdim olunması tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Yeni Sabah Azpolitikaya istinadla məlumat verir ki, sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırılacağı proqnozlaşdırılır. Dövlət qulluqçularına ömürlük müavinət, inzibati və yardımcı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan öncəki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15%-ni təşkil edir. Müavinət ömürlük təyin edilir. Yaşa görə müavinət əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir. Əlilliyə görə müavinət, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 270 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə 220 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə 150 manat verilir. 1 yaşına dək uşağı olan aztəminatlı ailələrə müavinət, ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşına dək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın 1 yaşı tamam olan ayın sonuna dək aylıq 1 manat məbləğində müavinət verilir. 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni 6-cı uşağı 1 yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət veriləcək.